Sizə indi qaş göstərəcəm, xahiş edirəm. Bir dənə girin rəy də yazın. Xanımın ehtiyacı var sizin rəylərinizə. Xanım qaşını işləməyə ehtiyacı duymadım, amma formanı dəyişmək istəyir. Gəlin sizə qaşı göstərim. Hə, demək xanım bu qaşla müraciət eləyib, baxdım qaşına, çox qəşəng qaşı var, həm gürluq baxımından, həm form baxımından. Ucunu biraz qaldırmaq istəyirdi. Dedim ki, sizdə elə bir situasiya deyil ki, biz qaşınızın ucunu götürüb yuxarıdan çəkək. Plus qaş çox sıx olduğu üçün bu qırağa çıxdığımız yerlər istərsəmiz seçiləcək. Yəni bu məsləhət görmədim. Mənə lazımdır ki, siz baxıb öz fikrinizi yazarsınız. Bunun nəsə eləməyə ehtiyac var yoxsa yox. Dolğunluğu da yaxşıdır, forma da məncə yaxşıdır. Bunun misal üçün adicə biləndirsə biraz darasaq yuxarı, altdan yuxarı. Ucu avtomatik biraz qalxır, gözlə qaş arası məsafə çoxalır. Mən məsləhət gördüm ki, xanım laminasiya elətdirsin. Belə altdan yuxarı effekt ki var, o cür elətdirsin. Görürsünüz, bunu da biraz darıyaq, görəcəksiniz ki, ucu artıq avtomatik sanki biraz qalxır qaş. Məncə bu qaşı cızmağa dəyməz, ehtiyac yoxdur. Yəni bura xanımlar müraciət edirlər ki, onların qaşı bu qaşı oxşasın. Yəni tam təbii forması qəşəngdir. Sizcə necə ehtiyac varmı nəsə dəyişməyə? Fikirlərinizi gözləyəcəm.